Dövlət Sərhəd Xidmətinin dünən vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu dəfn edilib. 19 yaşlı hərbiçi Biləsuvarın Xırmandalı kəndində torpağa tapşırılıb. Dəfində mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, o bu ilin yanvarında xidmətə yollanıbmış. Xatırladaq ki, Rasim Həsənli ötən gün xəstəliklə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Əskər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub, eləcə də zəruri hərəkətlər icra edilib. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Bakı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır. Hazırda ibtidai istintaq davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir.